Salam, axşamınız xeyir olsun əziz qrup üzvləri. Xoş gördük hər birinizi. Bugün sizlər üçün pedaqoji psixoloji nəzəriyyələrdən biri olan Jean Piaget nəzəriyyəsindən izah edəcəm. Deməli, nəzəriyyələr həqiqətən də belə deyək ki, tək müəllimlər üçün deyil, bütün insanlar üçündür. Yəni bu nəzəriyyəni bilmək lazımdır. Evdar xanımlar olsun, işləyən digər sahələrdə xanımlar, bəylər olsun. Yəni bu psixoloji nəzəriyyələri bilsələr, övladlarına yanaşma tərzini, hansı yaş dövrünə uşaqda hansı inkişaf gedir, biz o inkişafı necə dəstək ola bilərik, necə kömək ola bilərik? Yəni ona görə də nəzəriyyələr çox önəmlidir. Və psixoloji nəzəriyyələr hər zaman müəllimlərin dəstəyinə, köməyinə gəlir. Və psixoloji nəzəriyyələr uşaqların inkişafında baş verən dəyişikliklər, hansı yaş dövrünün hansı özəllikləri var və uşaqların inkişafını, yəni yaş dövrünə görə necə formalaşır, onlar məhz psixoloji nəzəriyyələrdə öz əksini tapmışdır. Deməli, Jean Piaget İsveçrədə doğulan bir insandır. Yəni bu alim məhz psixoloq İsveçrədə doğulub, deməli ən görkəmli, dövrünün ən görkəmli alimlərindən biri olub və onun karyerası dövründə 60-dan çox kitab yazıb, yüzlərlə məqalənin müəllifi olub Jean Piaget və Jean Piaget zehni inkişafı hər zaman araşdırmış, uşaqların inkişafında gedən prosesləri aydınlığa çıxartmışdır və özünün mühüm araşdırmalarını ortaya qoymuşdur. Bir çox alimlər də uşaqların inkişafı ilə bağlı araşdırmalar etmişdir, amma zehni inkişafı üzrə ən mühüm araşdırma məhz Jean Piaget-ə məxsusdur və o 1919-cu ildə Parisə köçür və laboratoriyada işləyir və həm orada oxuyur, həm işləməyə başlayır. Deməli, burada hansı ki, zəka ilə bağlı həmən dövrdə olan testlər var, zəka ilə bağlı araşdırmalar var və bunların hamısını deməli ön plana çəkilən məhz Piaget araşdırmasıdır. Və Piaget uşaqların inkişafında bir çox araşdırmalar aparır və Piaget görür ki, yəni onun nəticələrindən, daha doğrusu Piaget bu nəticəyə gəlir ki, uşaqların inkişafında onlara göstərdiyimiz dəstək əslində onların biraz da tənbəlləşməsinə səbəb olur. Ona görə də Jean Piaget deyir ki, əgər uşağa bir şeyin öyrətmək istəyirsənsə, onun kəşf etmə şansını əlindən alırsan. Yəni Piaget deyir ki, öyrətmə. Sən ona demə, özü axtarıb araşdıracaq, özü nəticəyə gələcək. Məsələn, biologiya dərsində biz şagirdlərə ağac əkmək haqqında danışırıqsa, biz onlara ağacı canlı-canlı özünə əkdirmək daha gözəldir. Nəinki kitabdan ağacı necə əkəcəklər, onu oxumaqları. Çünki özü edəndə, özü əkəndə bir dəfə pis əkəcək, bir dəfə yaxşı əkəcək və öyrənəcək. Məhz Piaget də araşdırmalarında bu nəticəyə gəlir ki, uşaqlara nəyisə öyrətməyin və Piagetə görə uşaqlar özləri ətraf aləmi dərk edəndə onlarda inkişaf prosesi baş verir. Yəni ətraf aləmlə əlaqə qurur, dünyaya gəlir. Yəni uşaq doğulduğu bir andan, ətraf aləmlə təmas qurandan, dünyanı dərk edəndən artıq onlarda bu inkişaf baş verir. Yəni deyir ki, siz onlara nə isə deməsəniz də o inkişaf onlarda gedəcək və zehni inkişafın mərhələlərində baş verir, Piaget deyir. Yəni Piaget deyir ki, uşaqlar oyunlarda inkişaf edir. Və deyir ki, nə qədər, məsəl üçün, atalar, analar müasir dövrdə də istəyir ki, yığışdırdığı ev dağılmasın, nəyə necə qoyublar elə qalsın, amma bilmirlər ki, onların uşaqları inkişaf etməyəcək. Yəni, onlar oynamalıdırlar, oyunlarda inkişaf edəcəklər. Baxın, biz kiçik yaşlarımızda ən çox, məsəl üçün, qızlar evcik qururdular, mən özüm də etmişəm, bütün xanımlar da deyə bilər ki, biz balaca vaxtı ağac yarpaqlarından dolma bişirirdik. Hətta torpağı suluyurduq. Yəni güya ki, yəni əslində, yəni bu günahdır əslində, fikirləşirik ki, günahdır da necə ət eləmişik, şirniyyat eləmişik, amma uşağıq da, biz ondan dolma bükmüşük, amma bizə analarımız deməyib ki, gedin palçığı qarışdırın, onunla dolma bükün, şirniyyat hazırlayın. Biz bunu niyə etmişik?
Yəni biz bu dərk etmişik, müəyyən yaş dövründən sonra biz özümüz fikirləşmişik ki, bundan ola bilər. Yəni ətraf aləmi dərk edib eləmişik bunu. Ətraf aləmi dərk edə bunu etmişik. Və yaxud məsələn dəniz kənarında görürsüz ki, palçıqdan, torpaqdan tort hazırlayırlar. Yəni indi də uşaqlar edirlər bunu. Ətraf aləmi dərk edir və özü artıq zehni inkişafı mərhələlərində bu inkişaf baş verir. Biz bunu etsək də, öyrətsək də, öyrətməsək də, uşaq dünyaya gəldiyi bir andan Piaget deyir ki, zehni inkişaf başlayır. Necə ki, onun ətraf aləmi dərk edir, ətraf aləmlə təmas qurur və həmin andan da zehni inkişaf mərhələləri də baş verir və Jean Piaget zehni inkişaf mərhələlərini 4 mərhələyə ayırır və o deyir ki, zehni inkişafın 4 mərhələsi var və ilk mərhələsi məhz hissi hərəki mərhələdir. Əzizlərim, deməli hissi hərəki mərhələ doğulandan 2 yaşına qədər olan mərhələni əhatə edir. Yəni uşaq doğulandan 2 yaşına qədər olan mərhələ hissi hərəkidir ki, burada artıq zehni inkişaf etməyib, yəni reflekslə, hisslərlə idarə edir. Uşaq doğulanda necə ki, artıq şuur yoxdur. Yəni hissi hərəki mərhələdə məhz bu mərhələdir ki, artıq şuurun olmadığı, qavramanın olmadığı bir mərhələdir. Buna birazdan qayıdacağıq. Hələ ki adlarını çəkirik. İkinci mərhələ 2 yaşdan 7 yaşa qədər olan mərhələdir ki, bu mərhələ ilkin əməli mərhələ adlanır. Bu mərhələdə artıq qavrama var, qavramaya əsaslanır, amma ümumiləşmələr aparır. Yəni burada artıq məhdud, burada təcrübəsi var. Artıq 3 yaşında uşaq bunun bağçaya gedəni də var, getməyəni də var. Yəni bütün uşaqlar getmir ki bağçaya və yaxud da bütün uşaqlar 5 yaşlı məktəb kursuna getmir ki, yəni məhdud sayda təcrübələri var. Biz bunu istedadlı Həsən, Məmməd, Ayşə üçün demirik. Yəni ümumi bu yaş dövrünü özəlliyindən danışırıq biz. Ola bilər ki, birinin uşağın 3 yaşı var, bülbül kimi cəhcəh vurur. Hətta ingilis dilində danışır. Yəni bu başqadır. Yəni ona görə də deməli biz burada yaş dövrünün özəlliyindən danışırıq. Deməli məhdud təcrübəsi olduğu üçün bu yaş dövründə məhz deməli ümumiləşmələr aparır. Birazdan yenə qayıdacaq ilkin əməli mərhələyə. 7-11 yaş və yaxud 7-12 yaş aralığı mərhələ konkret əməli mərhələdir. Yəni burada artıq uşaq mühakimə yürüdür. Mühakiməyə əsaslanan deməli bacarıqlar, mühakiməyə əsaslanan fikirlər formalaşdırılır və 11 və ya 12 yaş üstü isə formal əməli mərhələdir ki, zehni inkişafın ən güclü mərhələsidir bu. Yəni bu mərhələdə artıq konseptual yanaşır hadisələrə, hipotetik düşünür. Yəni birazdan bunu ayrı-ayrılıqda mərhələləri izah edəcəyəm. Deməli, əziz qrup üzvləri, deməli birinci mərhələ olan hissi hərəki mərhələni izah edəcəm. Deməli, hissi hərəki mərhələ, bayaq da dedik ki, şuurun olmadığı bir mərhələdir və bu mərhələdə artıq qavrama yoxdur. Yəni bu mərhələdə olan uşaqlar demir ki, atam yorğun gəlib, mən səs eləməyim, ağlamayım, qoy atam yatsın. Və yaxud da anam qabları yuysun, evi tozsoran alsın, biraz yatım. Yəni şuurun olmadığı bir mərhələdir. Qavramanın olmadığı bir mərhələ hissi hərəki mərhələdir. Deməli bu mərhələdə hisslərlə, reflekslərlə olur. Məsəl üçün biz oyuncağı əgər uşağa veririksə, oyuncağı tərpədən də o bilir ki, bu oyuncaq necə səs çıxarır və onun yadında qalır ki, bir də eləyim və oyuncaq o səsi çıxartsın. Yəni bu mərhələdə məsələn əlini atır sobaya, barmağı yanır, onda bilir ki, bu soba qaynardır. Yenə də başa düşmür. Hətta ikinci dəfə o sobaya yenə ata bilər əlini. Və yaxud da ki, qucağımızda 2 yaşa qədər olan uşaq əyləşib, bu zaman əlini atır süfrədəki yeməyi çəkir, süfrəni qaynar çayda əlinə atır, əli yanar və əlini onda çəkir. Yəni ağlı yoxdur ki, öncədən bunu başa düşsün. Yəni qaynar da əl vurmayım. Yəni ona görə də toxunaraq, hisslərlə, reflekslərlə deməli, hətta bizim qucağımızda uşaq oturur, bəzən oyuncağı atır yerə, biz oyuncağı qayta veririk, bir daha atır, bir də veririk. Biz deyirik ki, necə bizi əsəbləşdirir, qıcıq oluruq. Qıcıq oluruq ki, biz veririk, o atır, biz veririk, o atır. Amma artıq bu 6-7 aydan sonra baş verir. Deməli, uşaq
fikirləşir ki, mən oyuncağı atandan sonra mənə verdilər. Yavaş-yavaş oyuncağı, yəni baxın burada çünki Piagenin bu mərhələsində olan uşaqlar elə bilirlər ki, əşyalar yalnız onların gördüyü andan, onlar görməyən anda yoxdur, gördüyü anda var. Çünki oyuncağı göstərərək o elə bilir ki, oyuncağı biz artıq gördüsə, daha sonra olmayacaq oyuncaq. Məsəl üçün, bu xanımı gördü, amma bilmir anasıdır, nənəsidir. Yəni həmən yaş dövründə uşağın anası dünyasını dəyişsə uzaq olsun, artıq onun yaddaşından silinir. Onun yadında yoxdur. Hindistan filminin Toz içində çiçək var. Bir çoxlarınız baxmısınız. Baxın, aparıb qoyur kolluğun içinə uşağı. Uşaq onun ardınca boylanır. Çünki 6-7 ayından sonra artıq deməli uşaq bilir ki, bu xanımı mən görmüşəm və gedib məsəl üçün bir də görürəm. Tanış gəlir artıq simalar. Deməli necə ki oyuncaqları atır, bir də veririk, bir də atır. Deyir ha, bu oyuncaq mən görməyən anda da var imiş. Bir də görür, onun sevincini yaşayır. Mən oyuncağı atıram, bir də verirlər mənə. Bu oyuncaq mən görməyən anda da var imiş. Və bu əslində bizim uşağın xoşbəxtliyidir. Deməli bizim uşağımız inkişaf edir. Yəni bunu edə bilmirsə, deməli inkişaf yoxdur. Əgər bunu edirsə, biz buna sevinməliyik, amma biz qıcıq oluruq. Necə biz atırıq, bir də veririk, bir də atırıq. Bəzən əsəb oluruq buna. Deməli əzizlərim, hissi hərəki mərhələ, məhz birinci mərhələ şuurun olmadığı, amma 7-8 aydan sonra yavaş-yavaş artıq getdikcə ananın dalınca ağlamalar, ayrılıq sindromları, qaynalar çağırır ki, ay qızım, bu uşaq ağlayır sənin ardıncan. Niyə görə artıq onun anasını tanıyır, anasının kim olduğunu bilir, ardınca boyun çevirir, atasının ardınca ağlayır. Əgər nənə çox saxlayırsa, nənənin ardınca ağlayır. Yavaş-yavaş deyir, yox, bu xanım hansı doğmandır. Yəni buna artıq yavaş-yavaş o ayrılıq sindromları başlayır və yavaş-yavaş gülməyə başlayır. Yəni ananı görəndə gülür, sevdiyi oyuncağı görəndə, tıqqıltını, şıqqıltını görəndə gülür və nənələrimiz deyir ki, uşaq qaralayır. Yavaş-yavaş deyir ki, deyəsən bu qız qaralayır, yəni bu uşaq qaralayır. Nəyə görə qığıldayır, qaralayır? Deməli bu nə zaman baş verir? Deməli hissi hərəki mərhələdə. Deməli yəni 1 yaşından sonraki dövrdə artıq yavaş-yavaş o dediyim şeylər baş verə bilir. Şuurun olmadığı, qavramın olmadığı bir mərhələ, hisslərlə, reflekslərlə olan bir mərhələ Piagenin hissi hərəki mərhələsidir. 0-2 yaş aralığıdır. Əziz xanımlar, deməli Piagenin ikinci mərhələsində məhz ilkin əməli mərhələdir. İlkin əməli mərhələ necə bir mərhələdir? Bu elə bir mərhələdir ki, özündən razı, uşağın egoist olduğu, özünə yönəldiyi, ona görə də Piagenin bu ilkin əməli mərhələsinin egosentrik mərhələ də adlandırırlar. Yəni egoizm, özündən razı. O elə bilir ki, ən güclü odur, ən gözəli odur, onun anasından gözəli yoxdur, onun atasından güclü adam yoxdur, ən yaxşı oyuncaq onundur. Deyir ki, bu güllü boşqabda mən yeməliyəm, bu bəzəkli qaşığı mənə verməlisiniz, ən yaxşı paltarı mənə almalısınız, yəni baba ilə mən yatmalıyam, yəni nənə ilə mən gəzməyə getməliyəm, nənə ən çox məni sevir, babanın qucağında mən əyləşməliyəm, yəni özündən razı, egoizm, ən yaxşı şey mənim olmalıdır və bu yaşında uşaqların bir oyuncaq alanda forslanırlar, istəyirlər ki, gedib qonşularında, dostlarının hamısı desinlər ki, bax, mənim oyuncağım var, mənim anam mənə oyuncaq alıb, mənim atam mənə oyuncaq alıb və özündən razı, hamıya göstərmək istəyir və istəyir ki, hamı görsün onun nəyinin olduğunu və bunu istəyir o. Deyir ki, mənim çiçəm var, mənim o çiçəmi, paltarını, oyuncağını, maşınını, velosipedini gəlinciyinə, dostlarına göstərmək istəyir ki, yəni mənim də var, bunlar mənimdir, özündən razı, egosentrik, egoizm. Və bu mərhələdə hətta
bu mərhələnin aşağı yaş dövrlərində 3 yaşında, 4 yaşında canlı ilə cansızı ayıra bilməmək də olur. Yəni bağçaya getmir, evdə olur, canlı cansızı ayıra bilmir. Buna animizm deyirlər elmdə. Yəni canlı və cansız varlıqları ayıra bilmir. Cizgidə baş verənləri, cizgi filmdə olanları sanki elə bilir ki, həyatda baş verir. Və bəzən deyir ki, ayı niyə gəlib maaşı verdiyinə mənə də vermir. O dovşan oradakindən mənə də göndərsin. Yəni cizgi ilə həyatı qarışdırır və bu yaşında olan uşaqlar gəlinciyini yatırdır, ayaqlarının üstə yastıq qoyur və hətta öz donunu geyindirir, yəni öz paltarını soyundur, onun üstünü örtür. Yəni baxın Miq imtahanına düşmüşdü ki, balaca Nigar paltarını soyub gəlinciyin üstünü örtür ki, üşüməsin. Piagenin hansı mərhələsindədir? Əlbəttə ki, ilkin əməli. O elə bilir ki, gəlincik üşüyə bilər, canlı ilə cansızı qarışdıra bilir və əzizlərim, hətta balaca olanda, baxın mən özüm də etmişəm bunu, yəqin içinizdə edən də var, gəlinciyin ağzını deşib onu yemək yedirmişəm ki, o da yesin deyə və o zaman Allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik nənəm deyirdi ki, ay balam, o kuklanın ağzında o yemək yiyənəcək də, hər dəfə elə onun ağzına deşib, o yeməyi ora atırdım ki, güya bu da yeyir. Güya bu da kukla da yemək yeyir, yemək yeməyə bacarmalıdır. Yəni uşaq vaxtdan xətrinə dəymədikdə bunu edir deyə, yəni qanmır da uşaq edir. Yəni uşaq hətta gəlinciyin ağzını deşib yemək salmışam mən. Yəni bəlkə də edənlər olub da belə. Deməli ona görə də ilkin əməli mərhələ canlı ilə cansızı qarışdırmaq, yəni gəlincik həyatda olandan cizgi filmində olanla qarışdırmaq elə bilirsən ki, yəni həyatda da uşaqlar deyir ki, dovşan iki ayağı ilə gəzir, aylar iki ayağı ilə gəzir, fillər, nə bilim inəklər, qoyunlar da iki ayağı ilə gəzir, adam kimi danışırlar. Yəni bu məhz ilkin əməli mərhələdə baş verir. Deməli, əzizlərim, ilkin əməli mərhələdə ümumiləşmələr aparır. Və deməli, bu yaş dövrünün aşağı mərhələlərində, hansı ki 3 yaşında, 4 yaşında bəzən də soruşurlar ki, anacan, bu hansı heyvandır? Və ya atasından parka gedir, deyirsən ki, bu fildir, deyirsən ki, bu ayıdır. O elə bilir ki, elə dörd ayağı olan bütün heyvanlara o ayı deyə bilər. Və yaxud da ki, inək deyə bilər. Hətta özünüz bilirsiniz ki, baxın balaca uşaqlar bəzən bütün heyvanlara mö deyirlər. Yəni bunun adı mödür, mö gəlir. Yəni ya da mədir, ya da mə gəlir. Yəni deməli ya hamısına qoyun deyə bilər, ya bütün heyvanlara inək deyə bilər. Deməli hətta rəngləri qarışdıra bilər. Şəffaf rənglərin hamısına qırmızı deyə bilər. Qırmızının tonları, narıncı, sarı, yəni nə bilim qəhvəyi bunların hamısına qırmızı deyə bilər. Tünd rənglərin hamısına da qara deyə bilər. Yəni suda yaşayanların hamısına balıq deyə bilər. Delfinə də, balinaya da. Çünki birini soruşur buna deyirsən balıq, elə düşünür ki, suda yaşayanların hamısı balıqdır. Niyə görə? Çünki məhdud təcrübəsi var. Bir dəqiqə. Yox, ana, qurtarmamışam hələ dərsdəyəm. Yox. Deməli, ilkin əməli mərhələdə dedik ki, ümumiləşmələr aparır. Yəni, ümumiləşmələr aparır o deməkdir ki, artıq fokuslanır bir şeyə, ayrı-ayrılıqda o bilmir. Yəni, hamısına eyni cür deyə bilər, ayırt elə bilmir. Amma, baxın, ilkin əməli mərhələdə artıq şuur var. Məsəl üçün, nə gözəl, bəli, əlbəttə ki, baxın bizim uşaqlar da edib. Amma bu Piagenin ümumi yaş aralığıdır. Məsəl üçün mən Piaget ilə bağlı məsəl üçün araşdırma aparmışam və əlbəttə ki, Piaget ilə bağlı belə bir məlumat əldə etmişik ki, baxın, bu araşdırmada belədir ki, bu Piaget bu öz dövrünün uşaqları üçün deyə bilər. Amma indiki internet əsridir. İndi artıq süni intellekt əsridir. Baxın, bizim balaca uşaqlarımız telefona girir, ingilis dilində rəngləri bilir. Hətta nəinki öz dilimizdə, başqa dillərdə də bilirlər. Amma biz bunu bütün yaş dövründə olan bütün uşaqlar üçün deyə bilmərik də. Onların hamısı belədir deyə bilmərik. Biz ümumilikdən danışırıq. Əlbəttə ki, istisnalar da var, məsələn, hər şeyi bilən də var. Deməli, əzizlərim, ona görə də, deməli, bu yaş dövründə artıq yavaş-yavaş qorxu başlayır. Məsələn, biz
5 aylıq, 6 aylıq uşağı evdə qaranlıq otaqda yatırdırıq və o qorxmur. Qaranlıq olsa belə qorxmur, amma baxın, gəlin baxın, 3 yaşındakı uşağı qaranlıq otaqda ayılıb baxsa, o qaranlığı görən kimi ağlayacaq. Deməli, yavaş-yavaş artıq ilkin əməli mərhələsində qorxu hissləri, o fobiyalar artıq gəlir. Qorxmağa başlayır, qorxu hissi formalaşır, qaranlıq otaqda ağlayır, nədənsə qorxur, səsdən qorxur. Deməli, ona görə də artıq şuurun formalaşdığı, bir çox hisslərin formalaşdığı mərhələ artıq ümumiləşmələr aparır. Deməli, ümumiləşmələr aparır burada. Özündən razıdır ilkin əməlidə. Egoizm var, egosentrizm var. Baxın, həmin mərhələdə olan uşaq hansı ki ilkin əməlidədir, ən cılız, arıq atası olan bir uşağa desən ki, dünyada ən güclü ata kimdir? Deyəcək ki, mənim atam. Hətta baxmısınız, məsələn, uşaqlar bir-birinə mübahisə aparanda deyirlər ki, mənim atam sənin atanı yıxar. Hətta belə deyirlər. Deyirlər ki, görəsən kimin atası yıxar? Bu deyir mənim atam yıxar, o deyir mənim atam yıxar. Yəni amma ən cılız atası olan belə atası ilə fəxr edir. Yəni ən məsələn anaların hamısı gözəldir. Əllərindən öpürük bütün anaların, özümdən böyük bütün anaların. Deməli nə qədər ana gözəl olsa da, olmasa da elə bilirsən ki, sənin anandan gözəli yoxdur. Ən gözəl mənim anamdır deyir. Hər kəs öz anasını sevir. Hər kəs elə bil ki, onun qardaşı ən güclüdür. Bu mərhələdə olan uşaqlar özündən razıdır. Hətta balaca alçaq evi olan uşaq alçaqdan elə biləcək ki, onun evindən deməli hündür yoxdur. Ən gözəl ev onun evidir. Ən yaraşıqlı ata onun atasıdır. Yəni ən gözəl deməli ana onun anasıdır. Deməli əzizlərim, ona görə də deməli biz bu mərhələdə çox diqqətli olmalıyıq. Ya egoizm var, özünə razılıq var. Biz fikirləşməyək ki, niyə bizim uşağımız belədir? Yəni bu yaşın özəlliyidir. Bəzən deyirik, bu məsələn elə istəyir ki, paxıldır, hər şey onun olsun. Xeyr, belə deyil. Qoyun onlara məsəl üçün bir şey alanda onun dadına çıxartsınlar. Dostlarına göstərsinlər, qoy forslansınlar. Yəni bu yaşın özəlliyidir. Bu yaşın özəlliyidir. Çünki bu yaşında olan uşaqlarda bu baş verə bilir. Deməli, ilkin əməli necə yadda saxlayacağıq? Canlı cansıza ayıra bilməmək, özündən razı, egoizm var burada, ümumiləşmələr aparır, atada at, inəyə də at, öküzə də at, hər at deyə bilər. Deməli, bir də burada rəngləri ayıra bilmir. Amma qorxu var, şuur var burada yavaş-yavaş. Bəli, artıq burada bu mərhələdə bunlar hamısı formalaşır. Deməli, biz Piaget nəzəriyyəsindən danışırdıq. Bəli, psixoloji nəzəriyyələrdən biri olan, ən gözəl nəzəriyyələrdən biri olan Piaget nəzəriyyəsi. Bütün nəzəriyyələr gözəldir. Keçdikcə görəcəksiniz ki, hər nəzəriyyənin öz gözəlliyi var. Yəni nəzəriyyələr gerçəkdən də insanın ruhunu dincəldir. Və nəzəriyyələri kimsə əzbər öyrənirsə, heç nə qavraya bilməyəcək, əzbər öyrənməyir. Deməli, özündən razı, təkəbbürlü kimi olmasın. Məsəl üçün, belə deyək ki, mən bunları həyatla bağlayıram, xırdalayıram ki, yəni əzbərçilik olmasın, əzbərə yönəlməyin. Nə cür situasiya düşürsə düşsün, onun içərisindən mən dediyim kimi öyrənsəz başa biləcəksiniz. Baxın, nə cür fırlansa da, nə cür sual olsa da, mahiyyət nədən ibarətdir? Bizə birinci mərhələ nə idi, ikinci mərhələ nə idi və üçüncü mərhələ nə idi? Və o özəllikləri biləndən sonra istəyir o situasiya bir vərəq yox, 3 vərəq olsun. Yəni siz onun içindəki açar məqamı, vacib məqamı bilirsənsə, onda bilirsən ki, Piaget'in birinci mərhələsi nə deyir sənə, ikinci mərhələsi nə deyir, üçüncü mərhələsi nə deyir. Yəni məsələn, birinci mərhələni biz necə yadda saxladıq? Şuur yoxdur, qavrama yoxdur, oyuncaq şıqqıldadır, tıqqıldadır, belə ağlayır, ananın dalınca baxır, boylanır. Yəni anasını tanımır bu, oyuncağını fırladır. Deməli, bu Piaget'in ilki mərhələsidir. Yəni bununla yadda qalacaq. Buna aid nə deyir desin. İstəyir suyu dağıtsın süfrəyə, yəni istəyir xörəyi dağıtsın süfrəyə, istəyir oyuncağı atsın, istəyir nə bilim, yəni qığıldasın, gülsün. Hamısı mərhələ, Piaget'in birinci mərhələsi. İkinci mərhələ necə yadda saxlayacaq? Şuur var, amma ümumiləşdirir. Rənglərin hamısına eyni ad deyə bilir. Heyvanların hamısını eyni ad deyə bilir. Yavaş-yavaş qorxu baş verir. Bu mərhələdə canlı ilə cansızı ayırmaya bilər.
Bir də ki, məsələn, cizgi ilə həyatı qarışdıra bilər, özündən razıdır, özündən razıdır, lovğalanır, foslanır, hər şey mənim olmalıdır. Niyə mən istəyəndə günəş çıxmır? Niyə mən istəyəndə yağış yağmır? Yəni bu hansı mərhələdir? Əlbəttə ki, ilkin əməli mərhələdir. Yəni belə bir şeylərlə yadınızda saxlayın. Yadınıza salın, beyninizə həkk edin. Bu nə cür düşür düşsün. Deməli bunlar sizin yadınıza qalmalıdır. Və gəldik 3-cü mərhələyə. Baxın əzizlərim, 3-cü mərhələ artıq bu uşaq məktəbə gedir və 7-11 yaş, indi Piaget'in vaxtında 7 yaşda idi, amma indiki yazdıqları 5 yaşından, uşaqları artıq 5 yaşından gəlirlər məktəbə hazırlıq. Deməli, artıq burada, hətta bizim məktəblərdə 4 yaşda da icmalar var da, belə var ki, icma qrupları da var, 4 yaşından qəbul edirlər. Deməli, baxırıq Piaget'in 3-cü mərhələsində məhz konkret əməli mərhələdir. Baxın, bu mərhələdə artıq, baxın, mühakimələr baş verir, mühakimələr yürüdülür. Baxın, bunu necə yadda saxlayacaqsınız? Deməli, artıq burada, deməli, baxın, heyvanları ayırır, növləri ayırır, cinsləri ayırır. Bayaqdan, məsəl üçün, deyək ki, balinaya da balıq deyirdi, balığa da balıq deyirdi, timsaha da balıq deyirdi. Amma indi isə balıq deyəcək, balinaya balina deyəcək, timsaha da timsah deyəcək. Deməli, öz dostlarından, müəllimdən, kitablardan görür, artıq da bunları hər şeyi ayıra bilir, hər şeyi öyrənə bilir, rəngləri ayıra bilir. Baxın, deməli, konkret əməli mərhələdə induktiv məntiq inkişaf edir. Baxın, induksiya nə idi? Azdan çoxa doğru, tərsdən cəmə doğru. Baxın, artıq addım-addım gedir. Baxın, mühakimələr baş verir burada. Bugün bir şey öyrənir, sabah başqa şey öyrənir və artıq təkdən cəmə doğru addımlayır. Deməli, baxın, Piaget'in bu mərhələsində artıq bayaqdan barmaqları ilə hesablayırdısa, artıq konkret əməli də beyinlə hesablayacaq. Bayaqdan, məsələn, 10 çıx 4, 10 barmaq tuturdu, 4'ü çıxırdı artıq. Ondan 4'ü çıxır xəyalında, barmaqsız beyində hesablamağı bacarır. 5'in üstünə 3 gəlir, beyində onu hesablayır və artıq onun 8 olduğunu deyir. Ona görə də artıq barmaqlar yox, beyində hesablayır, növləri, cinsləri ayıra bilir, heyvanları, məsəl üçün, induktiv məntiq inkişaf edir, rəngləri ayıra bilir, yavaş-yavaş mühakimələr yürüdür. Bu hansı mərhələdir? Piaget'in deməli 3-cü mərhələsi olan konkret əməli mərhələdir. Deməli, əzizlərim, burada artıq mühakimələr yürütsə də hipotetik düşünə bilmir, konseptual yanaşa bilmir. Yəni, hipotetik düşünmə bilirsinizmi nədir? Hadisələrin sonunu öncədən görməyi bacarmaq. Bu hipotetik düşünmədir. Proqnoz verir də sonda nə ola bilər ki? Düzdür, bu mərhələdə mühakimələr yürütsə də hələ ki sonu görə bilmir. Çünki 7-11 yaş uşaq nə qədərini bilə bilər ki? Yəni, bundan o yana bilməz ki. Deməli, elə ki, gəldik Piaget'in son mərhələsinə, formal əməli mərhələ. Formal əməli mərhələ Piaget'in ən yüksək mərhələsidir. Yəni, bu mərhələdə artıq konseptual düşünür, hipotetik düşünür, artıq özünə məxsus mühakimələri var, artıq problemli məsələləri öhdəsindən gələ bilir, deməli, provokativ tapşırıqları həll edə bilir. Deməli, situasiya xarakterlidir. Deməli, situasiya xarakterli tapşırıqları həll edə bilir, provokativ, yəni çətin məsələləri artıq həll edə bilir. Yəni, və bu mərhələ artıq deduktiv məntiq inkişaf edir. Deməli, deduktiv məntiqin inkişaf etdiyi bu mərhələ formal əməli mərhələdir. Deməli, artıq dediyimiz kimi problemli məsələlər formal əməlidir, deduktiv məntiq formal əməlidir. Məsələn, müəllim şagirdlərə desə ki, vicdan haqqında esse yaz, vicdanlı olmaq, bunun formal əməlidə olan uşaq yaza bilər. Yəni, vicdan haqqında heç vaxtı 11 yaşından aşağı uşaq esse yaza bilməz. Yəni, tək olaraq. Və yaxud da ki, məsələn, ailə dəyərləri
məsələn, olmasaydı nə olardı? Bu haqda ancaq formal əməlidə olan uşaqdan, yəni 11 yaşdan yuxarı olan uşaq yaza bilər. Bu haqda vicdanlı olmaq, ədalətli olmaq, xeyirxah olmaq, bunun haqqında esse yaz, fikirlərini yaz, mühakimələrini yaz. Yəni 11 yaş üstü yaza bilər. Formal əməli mərhələnin şagirdləri yaza bilər. Deməli, ona görə də deduktiv məntiq formal əməli, provokativ çətin məsələlərin həlli formal əməli. Deməli, artıq konseptual yanaşmaq, hipotetik düşünmək formal əməlidədir. Baxın, bu mərhələlər məhz Piaget'in ən zirvədə olan, baxın, artıq burada karyera seçimi nə doğrudur, nə yanlışdır, artıq bunun hamısı dəyərləndirir. Bu mərhələdə olan uşaqlar, deməli, əzizlərim, baxın, Piaget'in bu mərhələlərini biz məktəbdə necə edə bilərik? Biz niyə görə Piaget nəyə görə lazımdır? Yəni bunun əhəmiyyətini deyəcəm sizə. Tənqidi nöqteyi nəzərdən yanaşıram. Baxın, deməli biz fəal təlimdəyik, interaktiv təlimdə Piaget nəzəriyyəsi əsas ön plandadır. Biz ənənəvi təlimdə şagirdlərə nə isə öyrədirdik. Şagird onu bizdən eşidirdi, sonra yenə edirdi. Amma müasir təlimdə nə edirik? Problemi qoyuruq, şagird özü axtarır, özü araşdırır, özü nəticəyə gəlir. Piaget deyir ki, sən problemi qoy o həll eləsin. Sənin dediyin bu qulağından girib o biri qulağından uça bilər. Amma özünün axtardığı, o özü tapıb deyə onun yadında qalacaq. Qoy özü axtarsın, özü araşdırsın, özü nəticəyə gəlsin və bu onun yaddaşına həkk olunacaq. Mən sizə bir nümunə olaraq halal pul hekayəsi var, bu ibtidaidədir. Baxın, bir neçə illər bundan qabaq mən bundan oxumuşdum. Baxın, bu mövzunu hətta açıq dərsində oxumuşdum və açıq dərsində də oturmuşdum. Rollu oyunlarda, baxın, bu halal pul hekayəsində Piaget ilə bağlayıram həmişə mən bunu. Deməli, baxın, indilərdə başlamışam. Yəni, baxın, Piaget nəzəriyyəsinin göstəricisidir bu. Deməli, bu hekayədə necədir? Deyir ki, ata qocalır, artıq bağban olur. Ata qoca deyir ki, mən qocalıram, artıq ay oğlum, bugün sabah mən dünyamı dəyişəcəm, sən anana kim baxacaq? Get bir pul qazan, bir gün işlə, gəl görək necə qazanırsan, mən bu dünyada olmayanda sən anana baxa biləcəksənmi? Oğlan gedir, bu da mamanın gül balası olur. Deməli, ana da deyir ki, get gəz dolaş, bura gələndə pul verəcəm, aparıb atana verərsən. Deyərsən ki, mən qazanmışam. Oğlan gedir, gəzir, kef eləyir, oynayır, gülür, gəlir. Evə gələndə pulu ana verir. Gətir atasına verir. Atacan, qazanmışam. Atana nə eləyir? Atır ocağa pulu. Oğlanın vecinə də deyir. Getir, özü qazanmayıb axı, atır ora. Və ana səhərisi gün deyir, ay bala, yox, yenə get gəz dolan, yenə gəzir, oynayır, orada gülür, burada gəzir. O parkda, o gəzintidə yenə ana pulu verir uşağa, ata yenə atır ocağa pulu. Oğlan yenə bir tükü də tərpənmir, çünki özü qazanmayıb, baxı nə vecinədir. Sonra ana deyir ki, ay oğul, deyəsən bu atanı aldada bilməyəcəyik ana bala. Yaxşısı budur, gedişlə qazan, bu atanı inandıra bilmirik biz. Oğul gedir, düzəlir yola və ana balalar var da ataya nəsə bir yalan qurub quraşdırmaq deyirlər. Yəni o belə ailələr var. Bu uşaq da gedir, yox deyəsən atamı aldatmaq qeyri-mümkündür. Gedir birinin yükünü daşıyır, birinin ağacının dibini belləyir, gedir nə bilim birinə hansısa bir kömək eləyir, nəsə işləyir, özü alın təri ilə qazanır, gətirir. Gələn kimi ürəkli gətirir atasına verir, al bu pulu qazanmışam. Ata bunu ocağa atan kimi oğul əlini atır ocağın içindən, əli yana-yana pulu oradan çıxardır. Deyir, hə, bax indi bildim ki, bu pulu özün qazanmısan. Bayaqdan niyə vecinə deyirdi özün qazanmamışdın? Anam verdiyi puluydu. Baxın, Piaget ilə mən bunu bağlayıram. Yəni Piaget deyir ki, özünün əldə etdiyin onun yadında daha yaxşı qalacaq. Nəinki sənin dediyin uçacaq gedəcək. Deyir ki, sən ona o qədər denən ki, tort bişirəndə 6 yumurta, bir stəkan pesoq, nə bilim bu qədər qabartma tök, uçub gedəcək. Deyir, qoy getsin, özü pis yaxşı, yumurtanı çalsın, nə bilim şəkəri töksün, özü yandırsın bir dəfə çiy olsun, axır ki ortaya bir şey çıxacaq, qoy özü etsin, edə-edə ortaya çıxardacaq bir şey.
Baxın, Piaget nəzəriyyəsinin bizim məktəbdə tətbiqi lazımdır ki, biz şagirdlərimizdə problemli situasiyaların içərisindən çıxmağı öyrədək. Problemi qoyaq, qoy axtarsın, araşdırsın, öz nəticəyə gəlsin, induksiyadan deduksiyaya doğru getsin, təkdən cəmə doğru. Ona görə də biz şagirdlərdə nə etməliyik? Açıq tipli suallar daha çox verməliyik. Yəni günəş olmasaydı nə olardı? Sən filan qəhrəmanın yerinə olsaydı nə edərdin? Yəni bu cür tapşırıqlarla, yəni təfəkkürünü inkişaf etdirmiş oluruq. Həm də ki, Piaget nəzəriyyəsinə istinad edərək onların inkişafına dəstək olmuş olarıq. Deməli, əzizlərim, Piaget zehni inkişaf nəzəriyyəsinin banisidir. Yəni Piaget deyir ki, insan dünyaya gələndə onda inkişaf baş verir. Yəni mərhələlərdə baş verir. Zaten deyir ki, o dünyanı dərk edəndən sonra mərhələ-mərhələ hamısı baş verir. Sən ona desən də, deməsən də bunlar baş verirlər. Yəni Tarzan gedib meşədə yaşayır. Tarzana demirlər ki, heyvanlar kimi səs çıxar. O orada yaşayır, ora uyğunlaşır. Yəni növbəti başqa Vygotsky nəzəriyyəsində də toxunacağıq. Adaptasiya nədir, assimilyasiya nədir, akkomodasiya nədir? Bunların hamısını biz növbəti dərslərimizdə, nəzəriyyələrimizdə keçəcəyik və Vygotsky nəzəriyyəsindən Piaget nəzəriyyəsinin bir-birindən fərqi nədir, oxşarlığı nədir? O nəzəriyyədə buna bir də toxunacağıq. Piaget nəzəriyyəsinə sadəcə harda zehin sözü var, inkişafın mərhələləri var, orada Piaget var. Testlərdə bunu həmişə belə tapacaqsınız ki, nəzəriyyələrin içərisində, yəni əgər müəllim nəyisə öyrətmirsə, şagird özü araşdırır, özü axtarırsa, bilin ki, orada Piaget var. Yox, müəllim eləyəcək, şagird ona baxıb təkrarlayacaqsa, müəllim ipucu verəcəksə, məsəl üçün ipucunu verəcək ki, bunu belə eləyin, orada Piaget yoxdur. Yəni Piaget deyirdi ki, ipucu vermə, qoy özü kəşf eləsin, özü axtarsın, özü araşdırsın, özü nəticəyə gəlsin. Zaten deyir ki, onlar hamısı baş verəcəkdir, amma sən onu deyirsənsə, onun kəşf etmə şansını əlindən ala bilərsən. Əziz qrup üzvləri, növbəti nəzəriyyələrdə keçəcəyik. Yəni siz Piaget tərəfdarsınız deyirlər, bəzən mənə deyirlər, yoxsa Vygotsky-yə. Vygotsky onun tam əksini deyir. Mən hamısının tərəfdarıyam. Niyə ki? Çünki nəzəriyyələr konseptual bilikdir. Fərqli yanaşmadır. Hər alimin özünə görə yüksək tərəfləri var. Hər araşdırmacı psixoloqun özünə görə yüksəkləri var. Birinə görə Piaget, birinə görə Vygotsky, Karol Dweck. Yəni bunların hamısı lazımdır. Yəni bağça müəllimləri üçün də bu nəzəriyyələr daha önəmlidir. Çünki onların imtahanında da düşür. Yəni bağça müəllimlərin sertifikasiya imtahanında da düşür. Yəni nəzəriyyələr düşür. Yəni bu nəzəriyyələri öyrənmək lazımdır, vacibdir müəllimlər üçün də, hər kəs üçün lazımdır. Yəni nəzəriyyələri İrdar xanımlar da belə öyrənməlidirlər. Çünki övladların hansı yaş dövrü necə yanaşacaqlar. Məsəl üçün biz deyirik ki, niyə uşağımız bunu etmir? Amma bilmirik ki, o yaş dövrünün özəlliyidir. Bu yaş dövründə belə olmalıdır ona görə. Yəni bizim hal-hazırda Jean Piaget zehni inkişaf mərhələsi nəzəriyyəsi bu qədər. Sizə yorucu oldu mu bilmirəm.